danışmadılar, göstərdilər, yazdılar sonadək. Söz üçün yaşayan insanlar var. Hər gün susaraq sözün arxasınca gedən, xəbərin içində itib batanlar. Məhərrəm İbrahimov və Sirac Abuşov da onlardan idi. Biri qələmi ilə yazırdı, digəri kamerası ilə göstərirdi. Onlar danışmırdı, amma çəkdikləri və yazdıqları danışırdı. Valla bizim rayonun mərkəzidir. Mərkəzi küçəsidir və belə vəziyyətdir. Bu vəziyyətdədir. Biz də tarix yazırıq, çəkirik. 2021-ci ilin yayı, Kəlbəcər. Səssiz dağ yolları, yeni azad olunmuş torpaq. Ora getmək asan deyildi, amma onlar getdilər. Məhərrəm İbrahimov Azərtacın jurnalisti, Sirac Abuşov ASTV-nin operatoru idi. Xəbər almaq, göstərmək, işıqlandırmaq üçün yola çıxdılar və təəssüf ki, geri qayıtmadılar. Son xəbərin ardınca yola düşdülər, lakin özləri xəbərə çevrildilər. Jurnalist şəhidlər silahsız, döyüşsüz, amma səngərdən az təhlükəli olmayan bir yolda, söz yolunda. Bəziləri söz deyir, bəziləri sözü tarixə çevirir. Məhərrəm qələmi ilə səngərdəki səssizliyi pozan igidlərimizdən oldu. Çox təəssüf ki, bugün onun səssizliyini torpaq əbədiləşdirsə də, onun yazdığı xəbərlər bizim səsimiz olub. Şəhid jurnalistimizin xatirəsi bugün də unudulmur. 4 il öncə həyatını vətənə fəda edən Məhərrəm İbrahimovun məzarını Azərtac əməkdaşları və ailə üzvləri ziyarət edib. Həmkarları deyir ki, ezamiyə zamanı qısa müddətdə Bakıya dönəndə belə yenidən Qarabağa qayıtmağa tələsirdi. Söhbətimiz oldu Qarabağ zonasından. Sözsüz ki, biz özümüz Qərbi Azərbaycan Göyçə mahalındanıq. İstər-istəməz biz orada nə olur olsun Qarabağda bizim məkana oxşadıq, bizim elə oxşadığına görə çox ağız dolusu danışdı və biraz çətinlikləri oldu. O sözsüz ki, ac oldular, susuz oldular, əziyyət çəkdilər, dağılıq yer idi. Amma təəssüratı böyük idi, qələbə içində çox qürurluydu. Çox qürurluydu. Yəni özünün də payı olduğunu bilirdi ki, orada bunların da payı var. Və bu işini də çox mükəmməl, özü də sevinə-sevinə yerinə yetirirdi. Çox böyük bir sonluq gözləyirdi. Məhərrəm bugünkü günü vətən üçün, torpaq üçün canını fəda elədi, şəhid oldu, o zirvəyə ucaldı. Allah rəhmət eləsin, bugün yığılmışıq onun il dönümünə. Nə deyə bilərəm, kədərli, ürəyimizdən çıxmır, hər zaman bir evdə yaşamışıq. Baxıram barəleyfinə, hər girdikcə şəkillərinə, duyğulanıram, ağlayıram, köyrəlirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz yarım qoyduğumuz işi onlar tamamladı. Şəhid həmkarlarımız prezidentin sərəncamı ilə 3-cü dərəcəli vətənə xidmətə görə orden ilə təltif edilib. Azad olunmuş torpaqlarda zaman keçdikcə həyat yenidən canlanır. Quruculuq işləri amansız işğalın izlərini itirir. Amma gələcək nəsillər işğal dövründə erməni qəddarlığının dağıdıcı izlərini onların çəkdiyi, arxivləşdirdiyi və yazdıqları materiallar əsasında öyrənəcəklər. Bu qapı arxasında bir jurnalist yaşayırdı. Sözə inanırdı, səssiz idi, amma yazdıqları danışırdı. Bu ev bir şəhidin izini daşıyan bir evdir. Çox təəssüf ki, Məhərrəm bu evə qayıtmadı. Amma bu mənzil bizlər üçün heç vaxt unudulmayacaq. Məhərrəm İbrahimov Azərtacda 17 il ərzində zəngin, maraqlı bir jurnalist və bir əsgər ömrü yaşadı. Azərbaycan Dövlət İnformasiya Agentliyində onun barelyefi hazırlanıb, xatirəsi əbədiləşdirilib. İndi o yol, o partlayış, o xəbər artıq tarixdir. Amma onların hekayəsi danışmaqda davam edir. Onlar bir anlıq susdu. Biz danışmağa başladıq.